Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 110 yaşlı Hilal İbrahimovda antroplastik əməliyyatı, yəni omba çanaq protezi uğurla icra edilib. Bundan olsun, Zübeyir sonunda olsun, Şirin sonunda olsun. Can sağ olasın, can sağ olun. Sen de sağ ol. Çok sağ ol, sen sağ ol. Bununla bağlı ATU məlumat yayıb. Klinikanın Travmatologiya və Ortopediya kafedrasının müdiri Dosent Cəfər Nəsirlinin verdiyi məlumata görə xəstə yıxıldıqdan sonra onda sol but sümüyünün boyun sınığı yaranıb və müayinə nəticəsində xəstədə antroplastik əməliyyatının aparılması üçün qərar verilib. Omba protezi əməliyyatı bud oynağının zədələnmiş və ya köhnəlmiş hissələrinin süni implantla, metal keramika və yaxud da ki, sərt plastikdən hazırlanmış komponentlərlə dəyişdirilməsi prosesidir. Bu prosedur ümumi anesteziya altında həyata keçirilir. Xəstələr adətən əməliyyatdan sonra ilk gün ayaq üstə dura bilir, yeriməyə başlayırlar. Bizə müraciət edən zaman yerindən qalxa bilməyən, güclü ağrıları olan xəstəmiz əməliyyatdan sonra artıq yeriməyə başlayıb. 110 yaşlı pasiyent Hilal İbrahimov əməliyyatdan sonra özünü yaxşı hiss eləyib və bir neçə gün həkim nəzarətində qaldıqdan sonra evə buraxılıb deyə Nəsirli qeyd eləyib. Onda bildirək ki, 110 yaşlı Hilal İbrahimov ölkənin ən yaşlı kişisidir.